Dəyərli el oğlanları, hər vaxtınız xeyir olsun. Aqil müəllim başda olmaqla hər birinizi ürəkdən salamlayıram. Öz adımdan və bu gözəl musiqi kollektivi adından hər birinizi salamlayıram. Allah hər birinizə uzun ömür, can sağlığı versin. Allah xalqımıza belə gözəl günləri çox görməsin inşallah. Mən istərdim ilk öncə bu gözəl xalqımın şərəfinə, bu gözəl millətimin şərəfinə, bu birliyimizin şərəfinə, Azərbaycanımızın bütövlüyünə görə canından keçən gözəl Azəri xalqının, gözəl evlatlarının şərəfinə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hal-hazırda xidmətdə olan gözəl balalara Allahdan uzun ömür, can sağlığı və güc arzu eləyirəm. Həmişə belə də olsunlar. Həmişə başımızı, hər harda olursa olaq, başımızı həmişə uca eləsinlər. Allah prezidentimizə can sağlığı versin. Onun gözəl siyasəti altında xalqımız qaçqın düşən insanlar bugünkü gün yavaş-yavaş inşallah öz elinə, ovasına qovuşur. Bizlər də qürur hissi duyuruq. Mən istərdim bir gözəl Azərbaycanımızın himni ilə məclisimizi açıq elan eləyək. Aqil müəllimə Allahdan uzun ömür, can sağlığı diləyək və bir gözəl himn gəlsin. Xahiş edirəm. Eşq olsun, xalqımıza eşq olsun. El çalan əlləriniz var olsun. Yuza yerlerde adın var, ünvanın var. Masalara sığmayan şanla şöhretin var. Uzar
Hamınız hoş geldiniz. Günlerin bizim dostumuz, kardeşimiz, bizim oğlumuz, Aksakallı hoş geldiniz. Onun yübreyi de 60 milyon tebrik ediyorum. Uzun ömür, can sağlığı arzulayalım. Biz de Allah bize can sağlığı versin. Böyle şadlıklar kesin olsun, gelip iştirak ediyor. Dağılmadım ki tebrik ediyorum. Sağ olun. Akşamımız xeyir olsun, doğru geçin. Ben de boşlanan bütün təbriklərə, abi qardaşımıza ürəkdən təbrik edirəm və Allah Teala bizi həmişə mehriban eləsin. Mehribançılıq olan yerdə xeyir, bərəkət hər şey olur. Mən sizə Allah Teala'nın can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm. Arzu edirəm bu həmişə səni istəyən dostun, yoldaşın, qohumun əhatəsində olasın, arasında olasın. Ну, поскольку у нас компания интернациональная, но сегодня прекрасный день, прекрасный возраст, 60 лет, это только начало жизни. Впереди еще столько хороших, приятных моментов. Я тебя поздравляю с днем рождения, живи долго и радуй нас. С днем рождения. Arkadaşlar, sefer, Abu kardeş, senin doğumunu tebrik ederim. Doğma Azerbaycan'dan sen görüşken, möhteşem salona çatmışsın. Sen can sağ, yolunuzda xoşbəxtlik. Bütün hükümlər sizin üçün axarlı olsun, dışarıda olsun. Pazarlığa var. Sizin başlayın. Hörmətli dostlar, hörmətli tanışlar, hörmətli bəylər və xanımlar. Əvvəla hamınızın axşamınız xeyir olsun, hamınıza xoş gəldin deyirəm. Günləri elimizin, obamızın, Azərbaycan xalqının, bu mən fəxr elədim ki, bizim Azərbaycan himni ilə bu məclis açıldı. Azərbaycan hər yerdə tanınmalıdır. Hər yerdə hamımız bilməli ki, biz Azərbaycanlıyıq. Azərbaycanlı olmalıyıq. Bununla fəxr eləməliyik. Çox sağ ol, Aqil müəllim. Sizi təbrik edirəm. Uzun ömür, can sağlığı sizə diləyirəm. Allah sizə can sağlığı versin. Həmişə belə bir cavan, həmişə belə bir gözəl, yaraşıqlı olasın. Mən o gün də sizə dedim ki, ikinci bahar ömrünüzü yaşayırsın. 60 il nədir ki? Olsaydı 90, 100 deyər ki, qocadır. Bir sözümüz də var ki, Azərbaycan ağsaqqalı. Deyir ki, hər harada otursa otur, ağsaqqalsız olma. Siz də bizim Çuvaşiya Respublikasında ağsaqqalımızsınız. Ağsaqqal sözü saçın bığın olmandan deyil. Gəlir özü duruşundan, oturuşundan, hər biri. Vallahi ne diyeyim, ben hele bu kişinin bir kelime sözü eşitmem ki, bilməmişim ki, o nətər hirslənir, nətər oturur, nətər qışqırır, bilmirəm. Hər bir adamın qışqırmağı, hirslənməyi olur. Ancaq bu kişini hələdir görməmişim. Allah sizə uzun ömür versin, can sağlığı versin. Neyim, necə deməz, həmişə də belə cavan qalasın. Həmişə də bütün milleti, bütün Azerbaycan halkı, bütün Çuvaşiye'de yaşayan her biri sizlə fəxr eləsin. Sizə uzun ömür, can sağlığı arz edirəm. Yenə də can sağlığı arz edirəm. Sağ olun. Sağ olasın, tebrik ederim. Ben de təbriklərə qoşuram, mübarək olsun, sağlam can, uzun ömür.
Buyurun güzel kardeşler, bir daha hoş geldiniz. Kazancınız hemşe böyle güzel günlere. Sağ olun. Olar, o da olar. Onda bəlkə saz elə həmi şalahırlı. Azərbaycan elimdir, mənim doğma dilimdir, neynərə qürbət elim, gözəllər gözəlimdir, mən doğum var, qızım var, Azərbaycanım, anlaya oğluzum var, Azərbaycanım, mən oğlusuz, qızısız, Azərbaycanım, anlaya oğluzsuz, Azərbaycanım.
Ad günü mübarek olsun. Burada oturanlar hamısı sana. Yakın gelin yakın burada. Akıl ağasından. Burada oturanlar hamısı sana arzuladı ki sen 100 yıl yaşayasın. Ben sana 100 yıl yaşamağı o Allah'ın işidir. Ben sana o arzunu arzulayıram ki neçə il Allah Teala sana ömür veribsə o ömrü sağ salamat, heç bir xəstəlik olmadan başa vurasan. Mənim arzum sana bu deyəmə. Özün öz evinin qapısını özün aça biləsən. Özün öz ayaqqabıların bağını özün bağlaya biləsən. Sənə can sağlığı, uzun ömür və can sağlığı arzulayıram. Akşamınız xeyir olsun. Aqil, mən də səni bu ad günü münasibətilə təbrik edirəm. O gün olsun qardaşım, 100 yaşlı qeyd edilməsin. Birinci, can sağlığıdır, Rəşid demişəm. Yəni ki, nətər şoxsan, belə də qalasan. Və bilmirəm, neçə yaşına kimi, bunu belə qalasan. Allah sənə ömür və gözəl can sağlığı versin. У нас еще есть русскоязычный есть, да? Нет, я хотел, чтобы по-русски повторить, что я желал Аки, да, чтобы вы тоже слышали. Я хочу его, ну, конечно, по-русски не очень. Все, говорят, желают Агиле 100 лет жить. Я этого не желал. Это от Бога, от Аллаха зависит. Сколько человеку дано жить. Я просто желаю ему, сколько дано ему жить, чтобы он жил счастливым, здоровым, чтобы он не болел, чтобы он сам своего дома дверь смог открыть сам, чтобы без либо кого-то помочь, да? Понимаете, что я говорю? Чтобы сам ты свой обувь смог одевать. Дай Бог тебе здоровья, Агиль. Все. Хорошие слова. Abi hardasan abi? Bizim malımız şeydi. Hayatı bilin o hayatı şeyler. Aslan. Ay, çok sağ olun, var olun. Güzel bir musiki. Ay.
77'yi qeyd edək. Ən gözəl şey can sağlığı. Canın sağ olsa her şey. Buyur tabii. Çok sağ olun kardeşim, buyurun. Təbrik edirəm. Uzunundur. Sağ olun Murat. Abi təbrik edirəm. Çok sağ olun, var olun. Olsun Azerbaycanımıza. Biz şanlı ordumuzun rəşadətinin eyranıyıq. Döyüşən hər əskərin cəsarətinin Buyursun Azər evlatları. Ali baş komandanın siyasətinin eyranıyıq. Eşq olsun Düşmanı sizlərə. yamansa Allah sizi qorusun. baş başa Azərbaycan. Yaşa Azerbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azerbaycan. Səni dünya tanıdı, birbaşa Azərbaycan. Yaşa Azerbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azerbaycan. Səni dünya tanıdı, birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdür qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı, birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı, birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Cəm edib Azərbaycan vətən övladlarını, keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını, qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı, birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Участвует представитель ОМВД по городу Чебоксары. Хочу их пригласить. Всем здравствуйте, всем добрый вечер. Всем прекрасного настроения. Уважаемый Айгиль Фатапарагли, разрешите от имени сотрудников управления Министерства внутренних дел Российской Федерации по городу Чебоксары и от нашего начальника, майора полиции Темнова Александра Александровича, поздравить вас с сегодняшним праздником, с юбилеем. Разрешите зачитать поздравления. Вы ответственный, целеустремленный и трудолюбивый человек, который идет к поставленной цели и добивается успеха в начатом деле. Ваш жизненный опыт и мудрость в сочетании с энергией, свойственные людям в расцвете лет. Вам есть на что оглянуться, что вспомнить, чем гордиться. И в то же время есть о чем мечтать, к чему стремиться и притворять в жизнь намеченные планы и замыслы. Примите в этот день самые искренние слова признательности за плодотворное сотрудничество и взаимодействие с управлением МВД России по городу Чебоксары и за ваш вклад, внесенный в работу по взаимодействию с органами правопорядка. В этот праздничный день желаем вам крепкого здоровья, бодрости духа, уверенности в своих силах
и успехов во всех начинаниях. Пусть каждый день вашей жизни будет наполнен светом, радостью. Самые заветные желания исполняются, а близкие и дорогие сердцу люди всегда будут рядом и дарят вам положительные эмоции и тепло. Начальник УМВД России по городу Чебоксары, майор полиции Темнов. Для того, чтобы вам было всегда тепло, будете нас вспоминать вкусным чаем. Поздравления тоже за начальник Чебоксары тоже. Присоединяюсь ко всем поздравлениям. Долгих лет жизни, здоровья. Еще, вы знаете, хотелось добавить, что нам посчастливилось сотрудничать вместе. Он является членом общественного совета при УМВД России по городу Чебоксары, всегда откликается на наши просьбы, оказывает нам всегда огромную помощь. Мы очень рады, что в наших рядах есть такой человек благородной души, ответственный и всегда приходящий на помощь. Долгие вам годы, здравия, радости и в хорошем настроении. Спасибо. Уважаемый Агиль Музафарагле, поздравляю вас от всей души с юбилеем, 60-летием. Здоровья крепкого-крепкого, счастья, успехов, удачи, чтобы все, что исполнилось, все, что желание ваше. Всех земных благ вам. И эстафету передаю Александру Тимофеевичу. Добрый вечер, уважаемые азербайджанцы, наши друзья чувашии. Мне выпала такая честь присутствовать на юбилее уважаемого Агиль Музафар Аглы. Разрешите от всего сердца поздравить вас с юбилеем, 60-летием. Агиль, вы прошли славный жизненный путь. Дни летят, как ветер без оглядки. Солнце светит и метут снега. Но только знайте, что на любом десятке вы для всех нужны и незаменимы. Вы всегда помогали и продолжаете помогать тем, кто в этом нуждается. У вас искреннее и доброе сердце. Всегда вас ценили и уважали на работе и везде. Сейчас вы продолжаете восхищать окружающих своей энергией, удивительным трудолюбием. Вы согреваете всех своим душевным теплом, советом, дарите радость и мудрость. Пусть годы будут наполнены счастьем, радостью, семейным теплом и удачей. Спасибо вам за все. Дай Бог, Аллах вам крепкого здоровья и долгих лет жизни. С уважением, Александра Сегодня хочется также присоединиться к всему доброму, всему прекрасному. Желаю вам долгих лет жизни, крепкого здоровья, и чтобы у вас всегда были друзья рядом и исполнение желаний. Сколько лет пошли с вами одну воду. Хочется вас поздравить с юбилеем. Но в 60 лет я вкусила новые краски. Желаю душу всегда быть храбрым, бодрым, крепкого здоровья, побольше жизненной энергии, сил и только позитивных мыслей, приятных событий. А еще поздравляю. Məyəsin, bu gözəl məclisə təklif buyurublar. Belə bir təklif var ki, buyursunlar musiqili meydana, mikrofon önünə Agil müəllimi ürəkdən təbrik eləsinlər. Buyurun, qardaş. Təşkil olsun, gözəl musiqiçilərimiz. Buyurun, qardaş.
Akşamınız hayır, aziz dostlar. Hamınız hoş gelmişsiniz. Bugün bu aziz günde bizim Agil kardeşimizin ad gününde yığılmağımız sebebi oldu ki biz onu tebrik edelim. Agil elə oğlandı ki, eğer birden Baksarı şehrine geldin, Agil'le görüşmedinse sen hiç kimsen. Sen mütlak gelende Agil'in yanına gitmelisin, sonra da gidip qeydiyyatdan keçməlisən. Bunun köməyi olmasa sen hiç kimsən. Tak ki bu adamın kıymetini bilin. Çok kıymetli oğlandı. Can sağlığı sana arzulayıram. Uzun ömür, cibin həmişə böyük böyle dolu dolu olsun. Aziz yeminler, hani bizde verici, biz olsa burada iştirak edenler hamısı bilmiyor, Azerbaycan bile ona göre bu sınıfta dönüşüyor. Дорогие земляки и гости наших праздников, позвольте от души поздравить Адила днем рождения, поскольку это 60 лет, это очень хорошая дата. Я буквально лет 5-6 назад прошел этот праздник, отметил. Позвольте от души поздравить его, желать ему крепкого здоровья. Мы сегодня очень много нового для себя слышали про его, в общем-то, биографию. Я, допустим, до сегодняшнего дня не знал, что он там. Я знал, что он общественный, как сказать, ведет работу, активную работу ведет, защищает интересы наших земляков. Это очень большое дело, между прочим, поскольку мы здесь, кто-то давно здесь присутствует, кто-то имеется в виду, здесь живут вообще. Ну, могу так отметить, что нам очень комфортно здесь. Вообще-то я 79-го года здесь. Очень нам комфортно, мы не чувствуем себя чужие, мы уже, как сказать, стали россияне. Ну, здесь очень большая заслуга таких людей, как Адил. Еще раз позвольте поздравить его днем рождения, желать ему крепкого здоровья, желать успехов в этом работе, общественной работе, между прочим. Всего хорошего. Дай Бог здоровья. Aga təbrik edirəm. Can sağlığı, uzun ömür. O gün olsun üzümlü güzələsin. Mən səni çoxdan tanıyıram, mən həqiqətən yaxınım. Can sağlığı sənə. Agil, gelin. Senin adını tebrik ederim. Sağ uzun ömürden sağlığı, hayatta uzun ömürden sağlığı, yüreğin istediği arzulara satasın. Я присоединяюсь все сказанные слова. Желаю здоровья, счастья Агиле, чтобы Агил что мечтает, что захотел, чтобы его мечта сбылась. Ура! Agil, səni təbrik edirəm. Uzun ömürdən sağ ol. Və maşallah hər şeyə çatmışsan. Allah istəyən arzularına çatırsın. Sağ ol. Sensiz
olun. Bugün Ağil'in, güzel insanın ad günüdür. Yubileydi de 60 yaş. Allah tabi sen can sağlığı versin. Tebrik edeyim seni. Sen güzel insansın. Öleğin ne arzuyor? Allah Allah. Öleğince versin. Tüm milletin seni çok seviyor. Tebrik ediyorsun. Sana tebrik ederim. 100 yaşayasın. Mən də təbrik edirəm. Burada çox gözəl sözlər deyirəm. Mən bir kəlmə demək istəyirəm ki, bütün bura bu son 15 ildə, 20 ildə bütün bura gələn hər bir, yəni yeni gələn insanların buradakı uğurunda, yəni Aqil əminin böyük rolu, zəhməti var. Yəni buna görə ən azından biri də onlardan biri mən olmuşam. Yəni sonsuz təşəkkür edirəm. Yaxşı ki varsınız. Təbrik edirəm. İnşallah ki bu 60'lar, 70'ler, 80'lar olsun. Hər zaman belə ruhən və belə fiziki cavan görünəsiz. Belə olasınız. Təbrik edirəm. Ağır mənim, səhətdə uzun ömür, can sağlığı qardaş. Allah sizi qardaşdan əksik eləməsin. Həyatda sizə uzun ömür. Ağır sağ ol. Allah səni var versin. Assalamu alaikum. Azerbaycan kardeşler, bugün ben Agil Aka'nın Bulgan gününde katlaşıp çok memnunum. Şu münasebet bilen Aziz Zeki'ye uzun ömür, can sağlığı, bütün yaxşılıklar dileyim ben. İtibarın için rahmet. Rahmet edeceğim, rahmet. Ne mahnı istesen bir sensin sana. Hansıman, Karagöz boy bu. Karagöz boy bu. Bir tane Karagöz boy bu. Karagöz boy bu. Yeah.
Kardeş. Nasip arkadaşım. Temur kardeş, Zöhrab kardeş. Xahiş edirik, buyurun musiqili meydana. Maşallah, məclisimiz çox gözəl keçir ha. Sağ ol, ay Haber. Ağır mən təbrik edirəm. Uzun ömür, can sağlığı, müvəffəqiyyətlər, nə bilim, uzun bir qocalıq, 100-110. Sağ ol, var ol. Sənin sağlığın olsun buyur, can sağlığı olsun. Sağ olun, buyurun kardeşim.
kozalıram Doğrudan kozalıram Hey öten günler dönmez geri Ne tez asık zirveleri İndi budur pilleleri Ne denirem Ara bana Doğrudan Doğrudan Kozalıram Doğrudan Kozalıram Doğrudan Kozalıram
алейкум всем, кто присутствует на таком прекрасном празднике у Агиля. Я знаю, вы все его друзья, мы все его друзья, ни друзей здесь нету. Я очень рад вас всех здесь видеть. Все лица знакомые практически. Но прежде чем что говорить от себя, я хотел бы лично передать благодарственное письмо, почетную грамоту от председателя Госсовета Чувашии Леонида Ильича Черкесова. Агель Музафар Аглыалиев за вклад в укрепление межнациональных отношений, дружбы и согласия между народами Чувашии вам передается почетная грамота от Черкесова Леонида Ильича. Вот если мы видим, что его отмечают на высшем, так сказать, уровне органов власти, то Агиль у нас заслуживает этого. И он заслуживает такого большого, высокого внимания руководства республики. Еще раз, ассаламу алейкум. Живи столько же, сколько пока тебе не надоест. Ты оставайся таким, каким ты есть, а то здесь захочешь быть хорошим, то можешь испортить что-то. Да, чтобы не испортить, пусть такой, как есть. Когда много чего делаешь, обычно напортачить можно.
kadar geliştiğime göre ya извиняюсь, что с опозданием сегодня, но сложилось так, что задержался. Yo, benim sesim yaxşıdır. Sen evvela bu yıl çok güzel bir gündür. Düzdür. Bilirsiniz, benim abimden çok büyük hürmetim var. Belki de hamısı bilmediği için ben abimi belki de hamısından çok mutluyum. Buraya gelen günlerde. Abim benim çok böyle insan. Hamısına bizim hemvatanlarımıza bu insanlar çok kömeğilen insanlar tanırım. Ben en pişkak günlerinde, yaxşı günlerinde hemşe yakında olup, yanında olup, imkan dahilinde neyinden ne elinde gelir hamsını adam ediyor. Ona göre evvela hamımızdan, xahiş edirəm bizim həmvətənimiz, bizim qardaşımız, bizim dostumuz, bizim en yakın adamımız gibi bugün böyle güzel bir ad gününden siz de beni başucuyla ve ders dinleyersiniz. Agıt sizde her adam, her bir insan hamısı için yakın olabilmek, mümkün olan bir hayat dövür. Yani ona göre ancak ki insanın o kadar kimse bu insanın elinden geleni elediği, bunun öyle bir şerait de yoktur ki hamısını eləsin. Mesela elinden geleni, onun imkanı olanlar, bu hamısına eliyor. Bunu göre ben hamımızdan xahiş edirəm, bizim dostumuza, kardeşimize hemşe hürmet gibi yakınlaşasınız. Bugün geliştiğime göre hamımızdan ben üzüm istəyirəm. Bugün çünkü ben mütlak burada olmalıydım, 5 dakika, 10 dakika da olsa. Benim çok büyük hürmetim var. Ağrı'ya. Ağrı, sana ben can sağlık arz edeceğim. Uzun ömür arz edeceğim. Hemşe bak bugün dedi meclisinde oturanda gördük ki buraya gelen adamların sayına bakın. Hele hürmetli de her şeyde bunu imkan görmüyorlar ki sen öyledir var. Sana hürmet edeyler. Ben sen bunu kazanmışsan, sen bunu deneyirsen benim hemşe hürmetim, böyle hürmetim olur. Bu yükünü de çok büyük hürmetim var. Bizim milletimize arz edilen mehriban olur. Bir yerde olur, yakında olur, birbirimize kömek ediyor, birbirimize imkan da. Agile de can sağlık. 60 yaş bu yükünü pensiyede gönderdiler. Bu yükü pensiyede gönderdiler 60 yaşında. Can sağlığı sana, uzun ömür. Hamınıza büyük hürmet, çok bu yükünü böyle görüştük hamımızda. Leyla insanlar var burada, buranakta 10 yıl bir görmeye yüreğim yanırdı. Açma kaldı. Sağ ol. Hemşe mehriban ola, hemşe bir yerde ola, o hemşe bizim milletimizi, bizim har devrimiz yaşasa da arsı. Hemşe bir yerde ola. Sağ olun. Amin sağ olun. 3 sefer. Hurra! 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 Sağ olun. Sağ olun. Çok sağ olun. Altmış yaş nedir hele? 60 yaş nedir?
Düşkünlüğü dünyanın birinde yırttı. Hayat bahçesinde bir günde bitti. Yığıştırmaz mısın sanırlar diye, sizin şerefinize bu hoş günü. İşçiliği dünyanın birinde yırttı. Hayat bahçesinde bir günde bitti. Yığıştırmaz mısın sanırlar diye, senin şerefine bu hoş günü. Dostlara olmasan senin ünün, sen sanma bu günün abi günü. Dostlara olmasan senin ünün, sen sanma bu günün abi günü. Sevineyezsin bu hoş günü. Hem şan günü, seninle bu hoş günü. Kahveyinle senin 60 yıl, her birine yeri sana ürey. Boşun dile yeri sana ferey. Biz sesine yürüsen dolma beni. Günün mübarek, mübarek olsun. Her birine yeri sana ürey. Boşun dile yeri sana ferey. Boşun dile yeri sana ferey. Ah günün mübarek, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Yubileyin mübarek, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Yubileyin mübarek, mübarek olsun. Altmış hoş geldin hele. Sizlerin hamınıza can sağlığı arzuyoruz ki hoş gelmişsiniz, gelen ayaklarınız var olsun. Agil Bey, senin 60 yıllık yubileyini tebrik ederim öz adımdan. Bugünkü günde Azerbaycan'ın xəritəsi buradadır. Sizlerin hamınıza can sağlığı arzulayıram.
Və arzu edirəm ki, gələcək günləriniz daha gözəl olsun. Aqil bəy, sənə uzun ömür, can sağlamlığı. Dünyanın en güzel nimeti can sağlamlığıdır. Can sağlamlığı ondan sonra hayatta her şey olacak. Buna göre sana uzun ömür, can sağlığı arzu edirəm. Əgər imkan olsa, bizim musiqiçə bir dənə muğamat oxusaydı, yaxşı olar. Muğamat müəllim, bəlkə baxılar bir belasım alsa, qəmərindən çatlar, neşə bəyin. Ağılı təbrik edir. Ağılı, sən təbrik Hatırlayarsınız beni.
üzr istəyirəm, xahiş edirəm 2 dəqiqəlik İnmani. Aqil müəllim, Allah mübarək eləsin sizin bugünkü yubileyinizi, 60 illiyinizi. Allah'tan arzu edirəm ki, Allah sizə xoşbəxtlik, gün aydınlığı, sülh, əmin-amanlıq, həyatda necə edeyim, nə təriliyim deməyəsiniz. Şadlıq, ad gününüz mübarək olsun, çox mübarəkdir. O gün olsun, gələn günlərimizdə də bizi yaddan çıxartmayasınız. Hər gününüz var, belə şən keçsin, çox mübarəkdir. Kiçik hədiyyəmiz də bizdən qəbul edəsiniz. Çox mübarəkdir. Həmişə firavan yaşayasınız.
Bakı.